İndi isə buraxılışda düşən reading suallarına baxaq. Birinci readingi oxuyaq, görə bizə nə məlumat verir. Ondan sonra suallara keçərik. Deməli, birinci başlayıram readingdən. Damal is a traditional dance performed by the Siddi community in Gujarat, India. Deməli, Damal Hindistanda, Gujarat ərazisində Siddi toplumu, yəni xalqı tərəfindən göstərilən bir milli rəqsdir. The ancestors of the Siddi people came from Africa many centuries ago. Deməli, bu Siddi xalqının əcdadları əsrlər öncə Afrikadan gəliblər. Although they have adopted the language and many customs of India, some of their African traditions have also been preserved. Baxmayaraq ki, onlar Hindistanın bəzi adət-ənənələrini və dilini mənimsəyiblər, Afrika ənənələrini isə qoruyub saxlayıblar. In the past, Damal was performed by the Siddis after returning from successful hunting of wild animals. Keçmişdə, deməli, Damal Siddilər tərəfindən vəhşi heyvanların uğurlu ovundan qayıdandan sonra nümayiş etdirilirdi. During the reign of kings, Damal was the main source of entertainment for the rulers. Və kralların idarəçiliyi dövründə Damal, deməli, krallar üçün, yəni kralların əyləncəsi üçün əsas mənbə idi. But nowadays, this folk dance is performed by the farmers when their crop is ready to harvest. Amma hal-hazırda, yəni günümüzdə isə bu xalq rəqsi fermerlər tərəfindən məhsulları yığmağa hazır olduqda nümayiş etdirilir. They bend down in the field, make a half circle around the crops and thank God for the crop they get. Deməli, bunlar sahədə make a half circle, yəni yarım dairə qururlar. Deməli, məhsulların ətrafında yarım dairə qururlar və əldə etdikləri məhsula görə Tanrıya təşəkkür edirlər. People dance to the music which is mixture of African rhythms and Indian traditional music. Deməli, insanlar bu Afrikan ritmlərinin və Hindistan milli musiqisinin qarışığı olan musiqiyə rəqs edirlər. Yəni musiqidə rəqs edirlər. The dancers usually paint their faces. Dansçılar, yəni rəqqaslar adətən üzlərini boyuyurlar. And wear colorful clothing with peacock feathers. Və deməli, peacock tovuz quşunun lələklərindən rəngli paltarlar geyinirlər. A unique feature of this dance is the action of throwing a coconut up into the air and breaking it with the head when it falls. Deməli, bu dansın, rəqsin ən unik, yəni də vahid xüsusiyyəti budur ki, onlar deməli, kokonatı havaya atırlar və düşəndə də başları ilə həmin kokonatı sındırırlar. Another breathtaking act is dancing on the fire. Deməli, digər nəfəskəsici belə xüsusiyyəti isə deməli alovda rəqs etməkdir. Damal can also be performed in the moonlight. Deməli, damal həmçinin ay işığında da deməli nümayiş etdirilə bilər. Damal, which originated 700 years ago, is performed with some changes today. Deməli, damal 700 il əvvəl, yəni ki, yaradılan damal günümüzdə bəzi dəyişikliklərlə, yəni some changes, bəzi dəyişikliklərlə deməli göstərilir. Nümayiş etdirilir. İndi baxırıq deməli suallarımıza. 23-cü sualda bizə deyir ki, which statement is true? Yəni bizdən düzgün olan cümləni soruşur. A-da deyir ki, damal is a modern type of dance in India. Deməli, modern type-dır, yoxsa old, yəni çox keçmişdən olduğu üçün bu modern sayıla bilməz. A getdi. Damal is always performed at sunrise. Ümumiyyətcə, bu cümlələrdə always varsa, bu biraz şübhəlidir. Yəni, həmişə deyir, deməli, gün doğanda yəni göstərilir. Bu yanlışdır. C variantında the clothing of the dancers is dark deyir. Deməli, tünd rəngdir paltarları. Xeyr, tünd rəng demir. Orada deyir ki, colorful deyir. D-də deyir ki, damal combines African and Indian musical traditions. Bu düzdür. Deməli, həm Afrika, həm də Hindistan musiqi belə deyək, adət-ənənələrini özündə cəmləyir. Bu düzdür. Y-də isə dancers try to break coconuts with their hands. Əlləri ilə yox, başları ilə qırmağa çalışır. Y də səhvdir.
Cavab olur, deməli D variantı. 24-cü sualda isə deyir ki, burada da yenə düzgün cavabı soruşur suala uyğun. What do the farmers do when their crop is ready? Deməli, fermerlər məhsulları hazır olanda nə edirlər? Orada hətta deyir ki, cümlədə, bir cümlə daxilində deyir ki, make a half circle and thank God. Yəni, yarım dairə eləyirlər və Tanrıya təşəkkür eləyirlər. Birincisi, they pray to God, biri birdir. İkidə deyir ki, they throw a coconut up into the air. Bu, ümumiyyətcə, həmin hissədə yoxdur. Növbəti paraqrafdadır. Bu yanlışdır. Üçdə they burn peacock feathers on fire. Belə bir şey yoxdur. Dörddə də ki, half ring, yəni half ring də yenə yarım dairə deməkdir. Deməli, biri birdir, biri də dörddür. Cavab olur Y. 25-də deməli, yenə düzgün cümləni tamamlamalıyıq. The city people have settled in Gujarat recently. Bir son zamanlarda Gujaratda yerləşiblər. Xeyr, bu keçmiş zamanlardan belədir. Deməli, A getdi. Have kept some African traditions. Bu düzdür. Çünki Afrika adət-ənənələrini özündə saxlayıblar. Biri cavab olacaq, deməli, B variantı. C-də deyir ki, deməli, the city people performed damal after bad hunting. Bad hunting yox, successful, yəni olmalıydı. D-də the city people rejected following Indian customs. Xeyr. Hətta orada deyir ki, yəni Indian customlarını, Hindistan adət-ənənələrini özündən gəmləyiblər, yəni adopted, götürüblər, mənimsəyiblər. Y-də də ki, refused speaking the Indian language. Xeyr, birinci paraqrafda deyir ki, they adopted the language and customs of India. Yəni həm dilini, həm də adət-ənənələrini Hindistanın, yəni qəbul ediblər. 26-cı sualda mətnin haqqındadır. Biz bilirik ki, mətnin haqqındadır sualı varsa detallara girmirik. Ümumi bir məlumat hansı variantdadırsa onu götürürük. A variantında deyir ki, the dancers costumes, deməli kostyumları, yəni onların giydikləri paltarlar sadəcə bir dənə cümlədə deyildir. A getdi. Bu detaldır. Deməli B-də deyir ki, specific features of African music. African music yox, African. Yəni bu music haqqında deyil, dans haqqındadır. B də getdi. C-də deyir ki, the traditional dance of the city people, city xalqının ənənəvi milli rəqsi, bu düzgünü. Çünki damal elə ilk cümlədən bizə deyir ki, traditional dance, yəni milli rəqsdir. Cavab olur C. D niyə olmur? Deməli, gathering harvest from the fields. Harvest məhsul haqqında bir dənə yerdə deyir, məlumat detaldır. Y-də də deyir ki, hunting wild animals. Sadəcə bir dənə cümlədə orada deyir. Bu da detaldır. Yeni də götürmürük. Ümumi nə məlumat oldusa, onu götürürük. O da olur C variantı. 27-ci sualda bizə sinonim istəyir. Deməli, to maintain qorumaq deməkdir, qoruyub saxlamaq deməkdir. Paragraf 1-də də qoruyub saxlamaq olacaq preserve. Preserve yəni qoruyub saxlamaq, yəni maintain sözünü, feilinin sinonimidir. 28-ci sualda isə bizdə deyir ki, paragraf 3-dən tapmalıyıq. Deməli, definition tapırıq. Being the only one of its kind, yəni öz növünün sadəcə bir dənəsi. Yalnız bir dənəsi olmaq. Bu da bir vahid, o da olur unique. Yəni sözümüz olacaq unique. 29-cu sualda bizə deyir ki, iki dənə sözü dəyişməklə cümləni tamamlayın. During the reign of kings, deməli o cümləni tapırıq buradadır. Deməli ikinci paraqrafın ikinci cümləsi. During the reign of kings, damal was the main source of entertainment for the rulers. Buradan hansı sözləri dəyişə bilərik? Main sözünü dəyişə bilərik. Məsələn, əsas, major ola bilər, essential ola bilər. Yəni, main, important ola bilər, məsələn. Bir də, məsələn, entertainment. Entertainment əyləncədir. Fun ola bilər, amusement ola bilər. Yəni, bu sözləri dəyişə bilərik. 30-cu sualda, yəni, hər kəs öz fikrini yazmalıdır ki, yəni, mən sevdiyiniz rəqs nədir və niyə? Yəni burada da ən az 3 dənə cümlə yazıb öz fikirlərinizi yazmalıydınız.